Salam əziz şagirdlər. Bu videoda natural ədədlər mövzusunun birinci bölməsini izah edəcəyəm. Natural ədədlərin onluq say sistemində yazılışı. Baxaq birinci suala. İfadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir? Yəni n-in yerində tək ədəd də olsa, cüt ədəd də olsa ifadənin qiyməti tək ədəd olmalıdır. Biz n-ə 2 və 3 qiymətlərini verib variantları yoxlayaq. N-in yerinə 2 qoyduqda 3, n-in yerinə 3 qoyduqda 8. Bizə lazımdır ki, yalnız tək ədəd alınsın. Deməli, A variantı deyil. Baxaq B variantına. N-in yerinə 2 qoyduqda 5, 3 qoyduqda 10. Deməli, B variantı da deyil. Baxaq C variantına. N-in yerinə 2 qoyduqda cavab 11, 3 qoyduqda 21. Deməli, cavab C variantıdır. Yalnız tək ədəd alındı. Baxaq ikinci suala. 7A çıxılsın 3-ün kvadratı tək ədəddir. İfadələrdən hansının qiyməti cüt ədəddir? Biz bilirik ki, təkin kvadratı tək ədəd olur, cütün kvadratı isə cüt ədəd olur. Deməli, 7A çıxılsın 3 ifadəsi də tək ədəddir. Biz yoxlayaq görək, A-ya təkmi, yoxsa cütmü qiyməti verdikdə ifadənin qiyməti tək ədəd olur. Biz A-ya 1 verərsək, alınır 4, yəni cüt ədəd. A-ya 2 verdikdə alınır 11, yəni tək ədəd. Deməli, A-nın cüt qiymətində ifadənin qiyməti tək ədəd olur. Bunun üçün A-ya 2 verib variantları yoxlayaq. A-ya 2 verərsək, cavab 3. B variantında cavab 12. C variantında 7. D variantında 9. Y variantında 5. Bizdən soruşur ki, hansının qiyməti cüt ədəddir? Deməli, cavab 12. B variantı. Baxaq üçüncü suala. Üçüncü sualda eyni bu qaydayla 3x çıxılsın 1-in kvadratı ifadəsinin qiyməti cüt ədəddir. Cütün kvadratı da cüt olduğuna görə 3x çıxılsın 1 ifadəsi də cüt ədəddir. X-in yerinə tək ədəd qoyduqda, yəni məsələn 1 qoyduqda alınır 2, yəni cüt ədəd. Deməli, x tək ədədlər olduqda ifadənin qiyməti cüt ədəd olur. Biz x-a 1 verib variantlarda yoxlayaq. A variantında mənfi 1 alındığına görə biz A variantında x-ə 3 də qoya bilərik. Yəni istənilən tək ədədi qoya bilərik. 3 qoyub yoxladıqda alınır 1. B variantında alınır 9 çıx 2 7. C variantında x-ə 1 verdikdə 3. D variantında 11. Y variantında 12. Bizdən soruşur ki, ifadələrdən hansının qiyməti cüt ədəddir? Deməli, Y variantı. Dördüncü sual. X cüt Y tək ədəd olduqda ifadələrdən hansının qiyməti tək ədəddir? X olsun 2, Y olsun 1. Variantlarda yerinə qoyub yoxlayaq. Baxaq A variantına. 2 plus 1-in kvadratı plus 3. Cavab 12, yəni cüt ədəd. B variantı. 3 vur 2 plus 2 vur 1. 8, yəni cüt ədəd. Baxaq C variantına. 2 plus 1 plus 1. 4, yəni cüt ədəd. D variantı. 4 plus 3 vurulsun 1, 7. Yəni tək ədəd. Bizdən də tək ədədi soruşduğuna görə cavab D variantı. Baxaq 5-ci suala. X cüt Y tək ədəd olduqda ifadələrdən hansının qiyməti cüt ədəddir? Yenə eyni qayda ilə X olsun 2, Y olsun 1. Baxaq A variantına. 2 vur 2 plus 3. 7, yəni tək ədəd. B variantı. 5 vurulsun 4 plus 2 vurulsun 1, 22, yəni cüt ədəd. C variantı. 2 plus 1-in kvadratı 9, tək ədəd. D variantı. 2 çıxılsın 1-in kvadratı 1, tək ədəd. Y variantında isə 3 vurulsun 2 plus 1, yəni 3 vurulsun 3, 9, tək ədəd. Bizdən cüt ədədi soruşduğuna görə cavab olur B variantı. 6-cı sual. X və Y cüt ədədlər olduqda ifadələrdən hansının qiyməti tək ədəd ola bilər? X olsun 2, Y olsun 4. Variantlarda yerinə qoyub yoxlayaq. A variantı 5 vur 2 vur 4. Cavab alınır 40. Bu həmişə cüt ədəddir. B variantında 4 plus 16 bölünsün 2. Yəni 20 bölü 2 10. Bu da cüt ədəddir. C variantı.
8 plus 64 bölünsün 4. Yəni 72 bölü 4 18. Bu da cüt ədəddir. D variantında 2 plus 4 vurur 3. Yəni 2 plus 12 bərabərdir 14. Bu da cüt ədəddir. Y variantında 2 plus 4 bölünsün 2. Alınır 3. Bu isə tək ədəddir. Deməli, Y variantı tək ədəd ola bilər. Baxaq 7-ci suala. Ardıcıl 100 natural ədədlər sırasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-a bərabərdir. Bu sıradakı ən kiçik ədəd neçədir? Ardıcıl 100 natural ədədi necə yaza bilərik? N plus 1, N plus 2, N plus 99, N plus 100 yaza bilmərik. Bu zaman 101 dənə natural ədəd olmuş olur. Ona görə sonuncusu N plus 99 olur. Deməli, burada ən kiçik N, ən böyük isə N plus 99'dur. Bizə də burada qeyd edib ki, ən böyük ilə ən kiçiyin cəmi 629'a bərabərdir. Yəni N plus 99 bərabərdir 629'a. 2N bərabərdir 530, N də bərabərdir 265'ə. Bu sıradakı ən kiçik ədədimiz ən kiçik ədəddə N olduğuna görə 265 olur. Cavab D variantı. 8-ci sual. 8-ci sualda deyir, AB 7 çıxsın AB 133'ə bərabərdir. Bizdən soruşur A plus B-ni. Bunu iki üsulla həll etmək olar. Birinci üsul. Alt-alta çıxırıq. Deməli, 7-dən neçə çıxsaq 3 qalar? 4. Deməli, B 4 olduqda 4-dən neçə çıxsaq 3 qalar? 1. Deməli, bu zaman A da 1 olur. A 1, B isə 4. İndi isə bunu açmaqla həll edək. 100A plus 10B plus 7 çıxılsın. AB-nin açılışı necədir? 10A plus B bərabərdir 133'ə. Deməli, 100A plus 10B plus 7 çıxılsın 10A çıx B bərabərdir 133'ə. 90A plus 90B bərabərdir 126'ya. Buradan 9'u mötərizə xaricinə çıxarsaq 10A plus B bərabərdir 126. 10A plus B də bərabərdir 126'nı 9'a böldükdə deməli AB ədədimiz 14'ə bərabərdir. Bu da yenə A plus B olur 5. Cavab Y variantı. 9. AB 8 çıx AB bərabərdir 179'a. Bizdən A plus B'nin cəmini soruşur. Hər iki üsulla həll edək. Alt-alta çıxaq. 8'dən elə bir ədəd çıxmaq olmur ki, 9 alsın. Deməli, bu 18'dir. 18'dən neçə çıxsaq 9 olar. 9. Deməli, B 9'a bərabərdir. Burada da B 1'ini 8'ə verdiyinə görə burada 8 qalıb. 8'dən neçə çıxsaq 7 olar. 1. Deməli, A da 1'ə bərabərdir. A plus B isə 1 plus 9 bərabərdir 10'a bərabərdir. İkinci üsulla həll edək. 100A plus 10B plus 8 çıxılsın mənfi olduğuna görə 10'a çıx B bərabərdir 179'a. 100A'dan 10'a çıxdıqda 90A plus 10B'dən B çıxdıqda 9B 179'dan 8 çıxdıqda 171. Buradan 9'u mötərizə xaricinə çıxarıq. 10A plus B bərabərdir 171. 10A plus B bərabərdir 171'i 9'a böldükdə 19. 10A plus B də AB 2 rəqəmli ədədi deməkdir. Deməli, AB 2 rəqəmli ədədi 19'a bərabərdir. Bunun rəqəmləri cəmi, yəni A plus B isə 10'a bərabərdir. Cavab C variantı. Baxaq 10-cu suala.
İki rəqəmli AB ədədi üçün AB bərabərdir 2A plus 4B olarsa, A plus B cəmini tapın. AB-ni açırıq. 10A plus B bərabərdir 2A plus 4B-yə. A-ları bir tərəfə, B-ləri bir tərəfə yığırıq. 8A bərabərdir 3B-yə. A 3 olarsa B 8 olar, A 6 olarsa B 16 olar. B də iki rəqəmli ədəd ola bilməz. Bunun üçün bu variantı götürmürük. A 3, B isə 8 qəbul edirik. Deməli 3 plus 8 bərabərdir 11-ə. Cavab 11. Baxaq 11-ci suala. İki rəqəmli AB ədədi üçün AB bərabərdir 3A plus 4B olarsa, B çıx A fərqini tapın. Yenə AB-ni açırıq. 10A plus B bərabərdir 3A plus 4B-yə. 7A bərabərdir 3B-yə. A 3 olarsa B 7 olar. A 6 olarsa B 14 olar. Deməli biz B iki rəqəmli ədəd ola bilməz. Ona görə bu variantı götürmürük. A-nı 3, B-ni isə 7 götürək. B çıx A fərqi də 7 çıx 3 bərabərdir 4-ə. Baxaq 12-ci suala. AB bərabərdir 2A plus 5B olarsa, AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. Deməli, AB bərabərdir 2A plus 5B. AB-ni açırıq. 10A plus B bərabərdir 2A plus 5B-yə. 8A 4B hər tərəfi 4-ə bölürük. 2A bərabərdir B-yə. A-ya qiymətlər verək. A-ya 1 verdikdə B2, A2 olduqda B4, A3 olduqda B6, A4 olduqda B8, A5 olduqda B10. B iki rəqəmli ədəd ola bilməz. Ona görə bu variantı götürmürük. AB iki rəqəmli ədədinin ən kiçik qiyməti olur 12, ən böyük qiyməti isə 48. AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqi isə 48 çıxılsın 12 bərabərdir 36 olur. 13-cü sual. AB bərabərdir 4A plus 3B olarsa, bu dəfə cəmin soruşur. Ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini soruşur. AB-ni açaq. 6A bərabərdir 2B-yə. 3A da bərabərdir B-yə. Yenə A-ya qiymətlər verək. A1 olduqda B3, A2 olarsa B6, A3 olarsa B9, A4 olarsa B12. B2 rəqəmli ədəd ola bilməz. Ona görə bu variantı götürmürük. Deməli, ən kiçik qiyməti olur 13. Ən böyük qiyməti isə 39. Bu dəfə cəmin soruşur. 39 plus 13, 52. Baxaq 14-cü suala. 5940 ədədi 5 rəqəmli ABCDY və ADCBY ədədlərinin fərqinə tam bölünürsə, B çıx D fərqinin ala biləcəyi qiymətlərin cəmini tapın. Həll edək. 5940 bölünsün ABCDY çıx ADCBY. Məxrəci kənarda sadələşdirək. ABCDY çıx ADCBY bərabərdir. 10.000 A plus 1000 B plus 100 C plus 10 D plus Y. Çıx 10.000 A plus 1000 D plus 100 C plus 10B plus Y bərabərdir. Mənfi olduğuna görə çıx 1000D, çıx 100C, çıx 10B, çıx Y bərabərdir.
10.000 A'lar getdi. 100 S'lər getdi. Y'lər getdi. Qaldı 1000 B çıxılsın 10 B olur 990 B. 10 D çıx 1000 D isə mənfi 990 D. Bunu da sadələşdirsək 990 çıxır mötərizənin əvvəlinə B çıxılsın D. Deməli məxrəcin sadələşmiş forması budur. Gətirib məxrəcdə yerinə yazırıq. 990 B çıxılsın D. Bu da bərabərdir. 5940 ilə 990 ixtisar gedir. Qalır 6 bölünsün B çıx D. Bizə deyir ki, bu tam bölünür. Tam bölündüyünə görə B çıx D-nin qiymətləri nə ola bilər? 6-nın bölənləri 1, 2, 3, 6. Bizdən cəmini soruşur. Bərabərdir 12-yə. 15-ci sualda yeni bu qayda ilə həll edək. Deyir 7920 ədədi 5 rəqəmli ABCDY və ADCBY ədədlərinin fərqinə tam bölünürsə, B çıx D-nin fərqinin ala biləcəyi qiymətlərinin cəmini tapın. Biz məxrəci sadələşdirdikdə bu ifadəni aldıq. $7.920 ABCDY çıx ADCBY bərabərdir. 7920 bölürük 990 B çıxılsın D. 7920 ilə 990 ixtisar getdikdə sürətdə qalır 8. 8 bölünsün B çıx D. Burada B çıx D-nin ala biləcəyi qiymətlər 8-in bölənləri olur. 1, 2, 4 və 8. Bu qiymətlərin cəmi isə 15 olur. 16-cı sual. A və B natural ədədləri üçün C bərabərdir A çıx 5 vurulsun 3B plus 1 tək ədəd olarsa, AB hasilinin ən kiçik qiymətini tapın. C-nin tək ədəd olması üçün vuruqlar ayrı-ayrılıqda tək ədəd olmalıdır. Yəni A çıx 5 də tək olmalıdır, 3B plus 1 də tək olmalıdır. A çıx 5-in ən kiçik tək qiyməti 1-ə bərabərdir. Buradan tapırıq ki, A bərabərdir 6-ya. 3B plus 1-in ən kiçik tək qiyməti isə 7-yə bərabərdir. 3B bərabərdir 6, B bərabərdir 2-yə. Bizdən AB hasilinin ən kiçik qiymətini soruşur. Cavab 12. 17-ci sual. A, B və C natural ədədləri üçün 2A plus B plus C böl 8 bərabərdir 50 olarsa, B-nin ən böyük qiymətini tapın. B-nin ən böyük qiymət alması üçün A və C ən kiçik qiyməti almalıdır. A-nın ən kiçik qiyməti 1-dir, C-nin ən kiçik qiyməti isə 8-dir. 2 vur 1 plus B plus 8 böl 8 bərabərdir 50-yə. B plus 3 bərabərdir 50-yə. B isə bərabərdir 47-yə. Deməli, B-nin ən böyük qiyməti 47-yə bərabərdir. Baxaq 18-ci suala. AB çıx BA bölünsün A çıx B plus A plus B bərabərdir 21. Bu şərti ödəyən AB 2 rəqəmli ədədlərin sayını tapın. İlk öncə baxaq məxrəcə. A çıx B 0-a bərabər ola bilməz. Fərqlidir 0-dan. A da fərqlidir B-dən. Yəni A B-yə bərabər ola bilməz. İndi sadələşdirək. 10A plus B çıx 10B çıx A bölünsün A çıx B. Plus A plus B bərabərdir 21. 9A çıx 9B böl A çıx B plus A plus B bərabərdir 21. 9-u çıxarıq mötərizə xaricinə. A çıx B bölünsün A çıx B plus A plus B bərabərdir 21. A çıx B-lər ixtisar gedir. Qalır 9 plus A plus B bərabərdir 21. Buradan da A plus B cəmini tapsaq 12. İndi A və B-yə qiymətlər verək. A-ya 3 verdikdə B 9, 4 verdikdə 8, 5, 7, 6, 6, 7, 5, 8, 4, 9, 3. Baxaq 6, 6-ya. Bunu götürə bilmərik. Çünki A fərqlidir B. Yəni A, B-yə bərabər ola bilməz. Onun üçün bu variantı götürmürük.
Sayaq görək AB 2 rəqəmli ədədlərin sayı neçədir? 1, 2, 3, 4, 5, 6. Deməli, bu şərti ödəyən 6 ədəd 2 rəqəmli ədəd var. 19. 3 rəqəmli ədədin 1%-i onun rəqəmləri cəminə bərabərdir. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. ABC 3 rəqəmli ədədin 1%-i, yəni vur 1 böl 100, onun rəqəmləri cəminə bərabərdir. Deməli, 100A plus 10B plus C bərabərdir. 100 vurulsun A plus B plus C-yə. 100A plus 10B plus C bərabərdir. 100A plus 100B plus 100 C-yə. 100 A'lar getdi. Qaldı burada 90B bərabərdir mənfi 99 C-yə. Bu şərt o zaman ödənər ki, B və C ikisi də sıfıra bərabər olsun. B və C ikisi də sıfıra bərabər olsa, 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymət 900 olar. 3 rəqəmli ədədin ala biləcəyi ən kiçik qiymət isə 100 olar. 900 çıx 100 bərabərdir 800-də. Ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqi 800-ə bərabərdir. 20-ci sual. 2 rəqəmli ədədin təşkilçilərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Yəni, B bərabərdir A plus 2-yə. Bu 2 rəqəmli ədədin rəqəmləri cəminə hasili 144-ə bərabərdir. Bu ədədi tapın. 10A plus B vurulsun A plus B bərabərdir 144-ə. B-nin qiymətini aşağıda yerinə qoyaq. 10A plus A plus 2 A plus 2 bərabərdir 144-ə. 11A plus 2 2A plus 2 bərabərdir 144. Burada 2-nin mötərizə xaricinə çıxaraq. 11A plus 2 A plus 1 bərabərdir 144-ə. Burada vuruqlar nə ola bilər? 9, 8, 12, 6, 24, 3. Amma baxaq görək ödəyirmi? 11A plus 2 bərabər olsa 9-a, A kəsr ifadə alınır. Yəni, natural ədəd olmur. Bunun üçün bu variantı götürmürük. 11A plus 2 bərabərdir 12 olsa, yazaq baxaq. Plus 2 bərabərdir 12 olsa, A bərabər olur 10 bölünsün 11. Yəni, kəsr ədəd alınır. Bu da uyğun gəlmir. Baxaq 24 və 3-ə. 11A plus 2 bərabərdir 24 olsa, A bərabərdir 2. A 2-yə bərabər olduqda B bərabərdir 4. Deməli, bu 2 rəqəmli ədəd 24-dür. AB bərabərdir 24-də. 21. 2 rəqəmli ədədin təşkilçilərinin sayı onluqlarının sayından 3 dəfə çoxdur. Yəni, B bərabərdir 3A-ya. Bu 2 rəqəmli ədədlərin rəqəmləri fərqinin moduluna hasili 234 olarsa, bu ədədi tapın. Yəni, AB A çıx B-yə hasili bərabərdir 234-ə. 10A plus B A çıx B bərabərdir 234-ə. Bu ifadəni aşağıda yerinə qoyaq. 10A plus 3A A-dan B-ni çıxdıqda, yəni A-dan 3A-nı çıxdıqda modul olduğuna görə 2A bərabərdir 234-də. Modulda olduğuna görə müsbət çıxır. 13A vurulsun 2A bərabərdir 234-də. Buradan A kvadrat bərabərdir 234 bölünsün 26, o da bərabərdir 9-a. Deməli, A bərabərdir 3-ə. A 3-ə bərabər olarsa, B də bərabərdir 3 vurulsun 3 bərabərdir 9-a. Deməli, bu 2 rəqəmli ədədimiz 39-dur. Keçək 22-yə. AB 2 rəqəmli ədədi üçün AB çıx B-a bərabər, daha doğrusu AB çıx B-a böl A plus B bərabərdir 7. 10A plus B çıx 10B çıx A bölünsün A plus B bərabərdir 7-yə. 10A'dan A-nı çıxdıqda 9A, B-dən 10B-ni çıxdıqda 9B bərabərdir 7A plus 7B-yə.
9A'dan 7A çıxdıqda 2A bərabərdir 16B'yə. Yəni A 8B'yə bərabərdir. B'yə 1 verdikdə 8 alınır. Deməli A 8, B isə 1-dir. Bizdən AB hasilini soruşur. AB hasili bərabərdir 8 vur 1, 8. 23-cü sual. AB 2 rəqəmli ədəd üçün AB çıx BA böl A plus B bərabərdir 6 olarsa AB hasilini tapın. Yine eyni qayda ilə A 10A plus B çıx 10B çıx A, A plus B bərabərdir 6-ya. 10A'dan A çıxdıqda 9A çıx 9B bərabərdir 6A plus 6B'yə. 3A bərabərdir 15B'yə. Yəni A 5B'yə bərabərdir. B'yə 1 verdikdə A 5 alınır. B'yə 2 verdikdə A 10 alınır. A 2 rəqəmli ədəd ola bilməz. Ona görə A bərabərdir 5-ə, B də bərabərdir 1-ə. AB hasili bərabərdir 5 vur 1. (24-cü sual). X, Y və YX natural ədədləri üçün X, Y çıx Y bölünsün YX çıx X bərabərdir 2 olarsa X plus Y cəminin ən böyük qiymətini tapın. 10X plus Y çıx Y, 10Y plus X çıx X bərabərdir 2-yə. Y-lər gedir, X-lar gedir, qalır 10X bölünsün 10Y bərabərdir 2-yə. Onlar da ixtisar gedir, qalır X bərabərdir 2Y-ə. X və Y-ə qiymətlər verək. Y-ə 1 verdikdə 2, 2 verdikdə X alınır 4, 3 verdikdə 6, 4 verdikdə 8, 5 verdikdə 10. X və Y 2 rəqəmli ədəd ola bilməz. Bunun üçün bu variant götürmürük. Deməli, ən böyük qiyməti X plus Y bərabərdir 12-yə. X, Y və YX natural ədədləri üçün çıx Y bərabərdir 4 olarsa X plus Y cəminin ən böyük qiymətini tapın. 10X plus Y çıxılsın Y bölünsün 10Y plus X çıx X bərabərdir 4-ə. Qalır burada 10X bölünsün 10Y bərabərdir 4. Onlar da ixtisar gedir. X bərabərdir 4Y-ə. Y-ə 1 verdikdə X 4, 2 verdikdə 8, 3 verdikdə X 12. X 2 rəqəmli ədəd ola bilməz. Bunun üçün ən böyük qiyməti bərabərdir 2 plus 8, 10 alınır. 26-cı sual. AB plus BA plus A plus B kiçikdir 84 olarsa, AB hasilinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətin cəmini tapın. 10A plus B plus 10B plus A plus B kiçikdir 84. 12-ni çıxaram ötərizə xaricinə. A plus B kiçikdir 84-ü 12-yə böldükdə 7. A plus B 7-dən kiçik ədədlər ala bilər. Yəni 2, 3, 4, 5 və 6. 1 ala bilməz. Çünki 1 alsa A və B ikisindən biri 0 olur. A və B isə 0 ola bilməz. A fərqlidir 0, B fərqlidir 0. A plus B cəmi 2 olduqda A və B 1 plus 1, 3 olduqda 1 plus 2, 4 olduqda 1 plus 3, 2 plus 2, 5 olduqda 1 plus 4, 2 plus 3, A plus B cəmi 6 olduqda isə A və B 1 plus 5, 2 plus 4, 3 plus 3 olur. AB hasilinin ən böyük qiyməti isə AB hasilinin ən böyük qiyməti 3 vur 3 olur. Ən kiçik qiyməti isə 1 vur 1 olur.
bərabərdir 1. Bizə deyir ki, ən kiçik qiyməti ilə ən böyük qiymətin cəmini tapın. 9 plus 1 bərabərdir 10-a. 27-ci sual. A bərabərdir 12 üstü 223 vurun 7 üstü 56 plus 19 üstü 25. Bu ədədin son rəqəmini tapın. Qüvvətlər 4 dəfədən bir təkrarlanır. Yoxlayaq baxaq. 2 üstü 2 bərabərdir 4. 2 üstü 3 8. 16. 2 üstü 5 32. 2 üstü 6 64. 4 dəfədən bir təkrarlandı. 2 üstü 7 bərabərdir 128. 2 üstü 8 bərabərdir 256. Və s. 4 dəfədən bir təkrarlandığına görə 223'ü bölürük 4'ə. Olur cavab 55 qalıb 3. Yəni A bərabərdir 12 üstü 3 vurulsun. 56 tam bölündüyünə görə 7 üstü 0 plus 25 bölündükdə 4'ə qalıq 1 qalır. Bərabərdir. 12 üstü 3'ün son rəqəmi 8 vurulsun 1 plus 19 bərabərdir. Son rəqəmi 8 olan ədədlə 19 topladıqda son rəqəmi olur 7. Deməli cavab 7'dir. Baxaq 28-ci suala. AB plus BA bərabərdir 10A plus B plus 10B plus A bərabərdir 11A plus 11B 11B bərabərdir 1A plus B. Bu ifadə 11'ə bölünür. Deməli 1'ə C variantı uyğundur. Baxaq ikinciyə. AB çıx BA bərabərdir 10A plus B çıx 10B çıx A bərabərdir 9A çıx 9B. Bu ifadə 9'a bölünür. İkinciyə də A uyğundur. Üçüncü sual. 100A plus 10A plus A olur 111A plus 111B A plus B. Bu ifadə isə yəni 111, 111'ə və 37'yə bölünür. Deməli üçüncüyə də B və Y uyğundur. Keçək 29-cu suala. On bir A çıx 11B bərabərdir 11 A çıxılsın B. Bu ifadə 11'ə bölünür. Birinciyə uyğundur B variantı. İkinci. ABC çıx BAC bərabərdir 100A plus 10B plus C çıxılsın 100B plus 10A plus C. Mötərizəni açaq. 100A plus 10B plus C çıx 100B çıx 10'a çıx C. C'lər getdi. Qaldı 90A çıx 90B. Deməli bu ifadə 9'a bölünür. Bir də 10'a bölünür. C və A variantı uyğundur. Üçüncü. 111A çıx 111B. Bu ifadə isə 111'ə bölünür. Deməli 3'ə də uyğundur D variantı. Keçək 30-cu suala. A və B rəqəmləri üçün uyğunluğu müəyyən edin. Baxaq birinciyə. AB çıx BA bərabər 4A çıx 3B. 10A plus B qarşıda mənfi olduğuna görə 10B çıx A bərabərdir 4A çıx 3B-yə. 10A'dan A çıxdıqda 9A çıx 9B bərabərdir 4A çıx 3B. 9A'dan 4A'nı çıxdıqda 5A bərabərdir. Mənfi 3B'nin üstə 9B gəldikdə 6B. A'nı 6, B'ni isə 5 qəbul edirik. Deməli A plus B olur 11. A minus B isə 1. Baxa görək variantlarda hansıdır? 1'ə uyğundur A plus B 11. Y getdi. A minus B bərabərdir 1 verməyib variantlarda. Baxaq ikinciyə. AB bərabərdir 4A plus 8B. 10A plus B bərabərdir 4A minus 8B'yə. 6A bərabərdir 7B.
A-nı 7, B-ni isə 6 qəbul edək. Cəmləri olur 13, fərqləri isə yenə 1. Baxaq, A plus B 13. 2-yə uyğundur A variantı. Baxaq üçüncüyə. AB 3 çıx AB bərabərdir 228-ə. 100A plus 10B plus 3 çıx 10-a çıx B bərabərdir 228-ə. 100A-dan 10-a çıxdıqda 90A plus 10B çıx B 9B bərabərdir 3-ü sağa keçirsək 225. 9-u çıxarıq mötərizə xaricinə 10A plus B bərabərdir 225-ə. Buradan 10A plus B bərabərdir 225-i 9-a böldükdə 25. Deməli, AB 2 rəqəmli ədədi 25-ə bərabərdir. A plus B olur 7, B minus A isə 3-ə bərabər olur. Yəni, rəqəmlərinin cəmi 7 olur, rəqəmlərinin fərqi isə 3-ə bərabər olur. Deməli, 3-ə uyğundur C, bir də B çıxa bərabərdir 3. C və D. Baxaq 31-ci suala. AB plus CA plus BC bərabərdir 88-ə və ABC ədədləri bir-birindən fərqlidir. ABC ədədinin ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymətinin cəmini tapın. AB-ni açaq 10A plus B, CA 10C plus A, BC 10B plus C bərabərdir 88-ə. 11A plus 11B plus 11C bərabərdir 88-ə. 11-i mötərizə xaricinə çıxaraq. A plus B plus C bərabərdir 88. A plus B plus C bərabər olur 88-i 11-ə böldükdə 8. İndi ən kiçik qiymətini tapaq. Biz A-ya 1 versək, B-yə 0 versək, C-yə cəmin 8 olması üçün 7 verə bilərik. Amma bu şərti götürə bilmərik, çünki B 0 ola bilməz. B 0 olsa, bu 2 rəqəmli ədəd olmur. Yəni 0 ilə başlasa 2 rəqəmli ədəd olmur. Ona görə bu şərt ödəmir. Baxaq 1, 1, 1, 6 da götürə bilmərik, çünki ABC bir-birindən fərqlidir. Götürə bilərik 1, 2 və 5. Bu olur ən kiçik qiymət. Ən böyük qiymət isə 5, 2, 1. Yəni 521. Deməli, ABC-nin ən kiçik qiyməti oldu 125, ən böyük qiyməti isə 521. Bunların cəmi olur 646. 32. 32-ci sualda eyni qayda ilə həll edirik. 32. AC plus BB plus CA bərabərdir 77. İndi ən kiçik qiymətini tapaq. A-ya 1 verdikdə B0, C6. Bu şərt götürə bilmərik. Çünki B0 ola bilməz. A-ya 1 verdikdə B-yə 1, C-yə isə 5. Bu şərt də götürə bilmərik. Çünki ABC ədədləri bir-birindən fərqlidir. Yəni A ilə B eyni ədəd ola bilməz. 1, 2, C-ni 4 götürək. Bu olur ən kiçik qiyməti. Ən böyük qiymət isə 4, 2, 1. Yəni 421. Bizdən də ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini soruşur. 545. Cavab 545.